Salam şagirdlər, hər birinizi salamlayırıq. Bugün hədəfin trigonometrik funksiyalardan olan 15 suallıq sınavına baxacağıq. Başlayaq birinci sualdan. Bizə verib kosinüs 60. Kosinüs 60'ın qiymətini bilirik ki 2'də 1'dir. Sinüs 30'da da 2'də 1 alır. Kosinüs 70, sinüs 20 və sinüs 70, kosinüs 20 düsturlarımız var. Biz bilirik ki, əgər alfa ilə betanın cəmi 90 dərəcə olarsa, bu zaman kosinüs alfa sinüs betaya və ya əksinə bərabər olur. Nəyə görə? Çünki 90 dərəcədə kosinüs adını dəyişir, sinüs olur. Burada da kosinüs 70'in yerinə sinüs 20, sinüs 70'in yerinə kosinüs 20 yaza bilərik. Bunlar ixtisar gedir. Qaldı 2'də 1 plus 2'də 1. Cavabımız edir 1. A variantı cavabdır. Və ikinci sualımız. Bərabərliklərdən neçəsi doğru ola bilməz? Biz bilirik ki, kosinüsdən sinüs mənfi 1, müsbət 1 aralığında qiymət alır. Digər tangens və kotangens istənilən qiyməti ala bilər. Kosinüs 3,14'dür. 3,14'ü 3'ə böləndə 1'dən böyük olur. Demək ola bilməz. Tangens 5 qiymətini alır. Bu ola bilər. Kosinüs kök 2. Kök 2 təqribən 1,41 deyək. Bunu 7'yə böləndə 0 tam, yəni mənfi 1 ilə 1 arasına düşür. Bu da qiymətini ala bilər. İkinci, kök 5 bölünsün 2. Kök 5 2'dən böyükdür. 2'dən böyük bir ifadəni 2'yə böləndə mənfi 1 tam nə qədər edir? Bu da ödəməyəcək. Sinüs alfa vur kosinüs alfa 4 döyüşdür. Sinüs alfa vur kosinüs alfa 2'də 1, sinüs 2 alfadır. 4 döyüşdür. İxtisar eləsək, sinüs 2 alfa 2'də 3'dür. Yəni sinüs 2 alfa 1,5'dir. Yəni 1'dən böyükdür. Bu da ödəməyəcək. Sinüs alfa kök 3. Kök 3 1,73'dür. 1,73'dən 1 çıxanda 0,73. Bu da mənfi 1 arasındadır. Bu da ödəyəcək. Deməli, ödəməyən bizdə oldu 1, 2 və 4. 3 variantda ödəmir. Davam edək. Sinüs 11 adı sinüs 202'ni istəyir. Sinüs 202'ni biz çevirmə ilə yazacağıq. Sinüs 180 bölü 22. Bu da verir mənfi sinüs 22. Üçüncü rübə düşdüyünə görə sinüs qalır. İşarə mənfidir. Sinüs 22 nə yazırıq? Mənfi 2 sinüs 11 kosinüs 11. Biz bilirik ki, kosinüs kvadrat alfa üzərinə gəl sinüs kvadrat alfa bərabərdir 1'ə. Biz buradan kosinüs kvadratı tapa bilərik. 1 çıxılsın sinüs kvadrat kök altında. Kosinüsü tapsa yeri. Sinüs 11 adı kosinüs deyir kök altında 1 çıxılsın a'nın kvadratı. Oldu cavabımız Y variantı. Növbəti 4-cü sualımız. Ən kiçik misal sinusun dövrünü istəyirsə sinusun dövrü t bərabərdir 2 pi bölünsün modulda k ilə tapılır. 2 pi'ni bölürük 3'də 2. Bu da bize verir 3 pi. Devam edək. Beşinci sual. Tangens 50 üstə gəl tangens 10. 1 çıxılsın tangens 50, tangens 10. Tangens alfa plus beta düsturudur. Yəni tangens 50 plus 10 düsturudur. Bu da bize verəcək tangens 60. Tangens 60'da da qiyməti kök 3'dür. Bu da A variantı. Digərinə baxaq. Sinüs pi çıxılsın arx kosinüs 2'də 1. Kosinüs 2'də 1'i alır pi böl 3'də. Sinüs pi çıxılsın pi böl 3. Bu da elədir. Sinüs 3'də 2 pi. Sinüs 3'də 2 pi'də də alır kök 3 böl 2. Yəni 2'də 2 pi'də bilirsiniz sinüs 120 dərəcədir. 7-ci sualımız. 7-ci sualda kosinüs 10 çıx kosinüs 50 üstə gəl kosinüs 110. Biz kosinüs 10 çıxılsın kosinüs 10'u fərqin hasilə çevirmə düsturu ilə açaq. Bu eləyir kosinüs alfa, gəlin düsturu yazaq birinci sizin üçün xatırlatma kimi. Mənfi 2 sinüs alfa minus beta böl 2 sinüs alfa plus beta böl 2. Burada eləyir mənfi 2 sinüs 10 çıx 50 böl 2 eləyir mənfi 20 və sinüs 30. Üstünə gəl kosinüs 110. Ondan işimiz yoxdur ki. Bu mənfini sinüs verə bilir qabağa. Eləcək müsbət 2 sinüs 20 vurulsun sinüs 30 da alır 2'də 1.
Üzerine gel kosinüs 110. 110'u yazıram. 90 plus 20 kimi. Bundan bu ixtisar getdi. Qaldı sinüs 20. İkinci rübə düşdüyünə görə sinüs artıq olur, kosinüs olur mənfi. Mənfi sinüs 20. Çıxanda da qaldı 0. A variantı cavabdır. 8-ci sual. Tangens alfa çıx tangens alfanı verib artıq kubların fərqini istəyir. Kubların fərqinin düsturunu yazaq. Bu bizə verəcək tangens alfa çıxılsın kotangens alfanın kubu. Üzerine gel 3. Tangens alfa kotangens alfa vurulsun tangens alfa çıxılsın kotangens alfa. Tangens alfa kotangens alfa bildiğimiz kimi 1'dir. Tangens alfa çıx kotangens alfa ise 6'dır. Deməli misalımız edici 6'nın kubu. Üzerine gel 3 vur 1 vur 6. 6'nın kubu 216. 216'nın üstü 18'i biz ne indirik? Geldik. Bu da 234. Devam edək. 9-cu sualımız. 9'da qiymətlər oblasıdır. Biz demişik ki, eğer misal A sinüs x üzerine gel B kosinüs x formasındadırsa, bu zaman qiymətlər çoxluğu mənfi kök altında a kvadrat b kvadratdan kök altında a kvadrat b kvadrat plus b kvadrat arasında qiymət alır. Burada da eləyəcək mənfi kök altında kök 7'nin kvadratı 7 üstə gəl 18 ilə müsbət 7 üstə gəl 18 arasında. Bu da eləyir mənfi 5 müsbət 5. Bu da variant. 10-cu suala keçək. İfadəni sadələşdirin deyir. 1 böl kosinüs kvadrat. Biz bilirik ki 1 plus tangens kvadrat alfa bərabərdir 1 bölünsün kosinüs kvadrat alfa. Yerine yazırıq. Tangens kvadrat alfa üzerine gel 3 çıxılsın tangens kvadrat alfa. Tangesler getdi. 3 üstə gəl 1 bölür 4. Bu da D variantıdır. On birinci sual. Biz bayaqlara dedik ki 90 derece olanda cəmi biri o birine çevrilir. Sinüs kvadrat 73. Sinüsün yerine yazabilirim. Kosinüs kvadrat 73. Çünkü cəm 90'dır. Burada da eynisini yazabilirim. 3 tangens 73. Digərini yazabilirim. Kotangens 73. Biz bilirik ki sinüs kvadrat ile kosinüs kvadrat bize 1 verir. Tangesi kotangese vuranda da bize 1 verir. 1 üstüne gel 3 vurulsun 1. Bu da yine bize verdi 4. 12. sualımız 0 pi bölü 2 yani birinci rübdədir. Sinüs alfa 2 bölü kök 5 ise tangens. Bunu ben 3 bucaq qaydası ilə eləyərəm. Sinüs alfa karşı katet k'larla da yazabilirik. 2k bölünsün kökdə 5 k'dır. Pifagor tətbiq eləyirik. Kökdə 5 k'nın kvadratını çıxıram 4k'nın kvadratını. Bu da eləyir k kvadrat. Yəni böyle elədi k. Tangens alfanı da tapanda 2k bölünsün k. Yəni elədi 2. Devam eləyək. Kotangens 75. Kotangens 75'i biz kotangens 45 plus 30 kimi yazacağız. Daha sonra burada düsturdan istifadə edib bunu sadələyək. Kotangens 45 kotangens 30 düstura yazabilince kotangens 30 minus 1. Buradan gelir kotangens 45 plus kotangens 30. Buradan alındı ki kök 3 minus 1. Aşağıda da alındı 1 plus kök 3. Buradan koşmasına vuraq. Koşması kök 3 minus 1. Buradan da vuraq kök 3 minus 1'e. Aşağı elədi 2, yuxarı elədi kökdə 3 minus 1'in kvadratı. Müxtəsərlə ayıraq. 4 çıxılsın 2 kök 3 bölünsün 2. Bu da bizə verir 2 minus kök 3. Bu da 13. sualımız. Toplama teoreminden yazdıq. Alındı. 14. sualımız. Uyğunluğu müəyyən edin. Burada ən böyük, ən kiçik qiymətlərdir. Biz bilir ki, sinüs alfanın ən qiyməti mənfi 1, müsbət 1 arasındadır. Bir dəfə mənfi 1, bir dəfə də müsbət 1 qoyaq. 1 çıxılsın 2 vur mənfi 1.
Bölür 3. 1 çalsan 2 vur 1. Bu da edir -1. Deməli bu ifadənin qiyməti -1, 3 intervalıdır. Kosinüs kvadrat 0, 1 intervalında qiymət alır. 2 vur 0 üstə gəl 6. Bizə verdi 6. 2 vur 1 üstə 6. Bu elədi 8. Deməli bu 2, 6, 8 intervalıdır. Sonuncusu a sinus x, b kosinus x'dir. Bayaq da dedik kök altı a kvadrat plus b kvadratı. Yəni 3'ün kvadratı üstə gəl 4'ün kvadratı. Bölür 5. Yəni -5 ilə müsbət 5 arasında qiymət alacaq. Bizə deyir ən böyük qiymət 8'dir. Bu ikincisinə gedir. Ən kiçik qiymət -1'dir. Bu birincisinə gedir. Ən böyük qiyməti 5'dir. Üçüncüsünə gedir. Ən kiçik qiymət -5'dir. Bu da 3'e gedir. Ən böyük qiyməti 3'dür. Bu da 1'e gedir. Deməli sadə yazsaq 1'e gedəcək b ilə y, 2'ye gedəcək yalnız a, 3'e gedəcək c ilə d. Və bu sınağımızın 15-ci son sualına da baxaq. Əziz şagirdlər. Sinus 3π/2 çıx alfa. Bu artıq düşür 3-cü rübə. Rüblərin birinci qeyd edilir mənfi müsbətliyinə görə. Pi plus alfa düşür 3-cü rübə. Pi minus 2 minus alfa birinci rübdür. Pi plus alfa bu da 3-cü rübdür. Bilirik sinusdan kosinus. Sinus 1-2'də müsbətdir, 3-4'də mənfidir. Kosinus 3-cü rübdə yenə mənfidir. Tangens 1'də müsbətdir, tangens 3'də müsbətdir. Sinus 3'də mənfi olduğuna görə mənfi 3π/2'də adın dəyişir olur kosinus alfa. Kosinus 3'də yenə mənfidir. Bir dənə mənfi var, olacaq müsbət kosinus alfa. Tangens 1'də müsbət olur kotangens alfa. Vurulsun tangens 3'də yenə müsbət olur tangens alfa. Mənfi müsbət bu getdi, qaldı burada 0. Kotangens tangens oradan 1, 0 üstə gəl 1, 1. Bugünkü dərsimiz bu qədər.